Çox adam deyir ki, xiyar turşusu hazırlayanda bankam atır. Bu dəfə sizə onun sirlərini verirəm. Necə etmək lazımdır ki, xiyar turşusunu bankası atmasın. İllərlə qaynanamın hazırladığı həmin resept, illərlə onun satışını edir və onun sirrini sizlərlə bölüşürəm. İlk öncə xiyarı təmiz yumaq lazımdır. Üstündəki o ağ ləkələr ki var, onun hamısını yumaq lazımdır. Xiyar şəffaf olsun. Ondan sonra yığırsınız bir 3 kiloluq balona. Mən sizə dediyim resept 3 kiloluq balona aiddir. Yox, əgər 1 kiloluqlarda eləmək istəyirsinizsə, onda dediyim reseptin lap yarısını götürəcəksiniz. İlk öncə balona xiyarı tam doldurduqdan sonra yanına qırmızı biber, acı biber, sarımsaq, qara istiot, dəfnə yarpağı, şüyüd toxumu hamısını əlavə edib üstünə 2 xörək qaşığı duz əlavə edirsiniz. Ondan sonra qap qaynar suyu asta-asta, bankət çatlamasın, asta-asta tökürsünüz içinə. Vəssalam, qoyursunuz qazana, 15-20 dəqiqə qaynayır. Qaynadıqdan sonra 1 xörək qaşığı uqsuz, 1 ədəd də pesok yox, mütləq qənd atmalısınız içinə. Vəssalam, ondan sonra bağlayıb üstünə adyal qoyun, səhərə qədər qalsın. Ondan sonra götürün, nuş eləyin. Sizə söz verirəm ki, bu üsulla hazırlasınız, bir dənə olsun belə bankanız atmayacaq. İndidən edən hər kəsə nuş olsun.